Salam əleykum əziz izləyicilər. Bildiyiniz kimi İran və ABŞ-İsrail müharibəsi davam edir. Hal-hazırda müharibənin 8-ci günündəyik və cəbhədə son olayların və durumun nə yerdə olduğunu istəyirik ki, mübahisə edək. Qeyd etmək istəyirəm ki, Bulaq TV YouTube kanalında bir problem yaranıb və daxil ola bilmirik deyə müvəqqəti olaraq əziz qardaşımız Kaziminin kanalından videoları yükləyəcəyik. Mən də öz növbəmdə hər birinizi salamlayıram. Xoş gördünüz. Bir izləyicilərə inşallah buyurarsan ilə başlayasan ki, müharibə hal-hazırda nə yerdədir, durum nədir və İranın mövqeyi hal-hazırda nədir və vəziyyət və şərait İranın xeyrinə gedir, yoxsa qarşı tərəfin? Deməli, müharibənin nə yerdə olduğunu yaxşı başa düşmək üçün gərək müharibəni başladanların hansı dərəcədə hədəfinə yetişə bildiyi, hədəfinə çata bildiyi və ya bilmədiyini aşkar edək, analiz edək. Bunu da yaxşı başa düşmək üçün bilirik ki, müharibəni başladanlar kimlərdir? Amerika və Siyonist rejim. Və biz öncəki podkastlərdə də səninlə bunu bəhs eləyəndə çox toxunurduq ki, başlatsalar gərək kamikatse formasında başladılar. Yəni, heç bir əslində hədəfsiz. Bugün Amerika və Siyonist rejimin mediaları, məxsusən Amerikanın mediaları və hətta McKenzie başda olmaqla keçmiş yüksək rütbəli generalları da deyir ki, hədəfsiz girildi. Yəni, sonu görünməyən. Hədəfsiz başladılan bu müharibənin vəziyyətinin hansı yerdə olduğunu dərk eləmək üçün əleyhinə müharibə başladılan tərəfin vəziyyətinə baxaq. Yəni, İran İslam Respublikası. Bunu da yaxşı təhlil edə bilmək üçün dünən sanki kiçik 2 dənə kəlmədə cənab Sərdar Musəvi, General Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun hava qüvvələrinin, aerokosmik qüvvələrinin baş komandanı 2 kəlmədə xülasələşdirdi ki, indiyə qədər necə gedir, indi necədir və bundan sonra necə gedə bilər? 2 kəlmə. İran xalqına müraciət elədi, dedi ki, siz daxili qoruyun, daxildən müğayət olun, bizim dilimizdə desək, bizdən narahat olmayın. Silahlı qüvvələr xarici cəbhə bizlidir. Yaxud da xülasa desək, daxili cəbhə siz xalqındır, xarici cəbhədən narahat olmayın, bizlik. Bu, xülasa olaraq bugünkü vəziyyəti bizə göstərir və yaxşı təhlil etmək üçün imkan verir. Niyə? Çünki bəs bizə məlum olur ki, qarşı tərəf hədəfsiz kamikatse olaraq girdi məsələyə, döyüşə. Hücum olunan tərəf, ona hücum olunan tərəf İran İslam Respublikasının 2 cəbhəsinə baxmalıyıq. Bu, Sərdar Musəvinin bu kəlamına əsasən. Daxili cəbhə və ən azı deyərdim bugünkü döyüş, həssas və taleyüklü döyüş ərəfəsində və bu döyüşlərin astanasında deyək, bu döyüşlər zamanı ən azı xarici cəbhə qədər İranın daxili cəbhəsi rol oynayır. Niyə görə? Daxili cəbhədə xalqı görürük ki, biz özümüz də görürsən də gecələr küçələrdəyik, görürük. İranın şimalından cənubuna, şərqindən qərbinə, şiəsindən sünnüsünə bütün xalqı küçələrdədir. Gecələr iftar açılır. Bilirsən də bu döyüşün adında İranda bir rəsmi televiziyada Cəngi Ramazan yazırlardı. Yəni Ramazan döyüşü. Yəni qəribə bir döyüşdür həqiqətən. Xalq küçələrdədir. Və bu nəyi göstərir? Xalqın küçələrdə olması neçə dənə effekti var ki, İran cəbhəsinin istəyiri görək döyüş nə yerdədir? Daxili cəbhənin, İranda olan daxili cəbhədə 3-4 dənə ən azı effekti var ki, biri budur ki, İran xalq olaraq dünyaya bir daha isbat elədi ki,
bütün quruluşlar ki var indiyə qədər, demokrat, liberal, kommunist, sosialist, konfüsiyus və s. bunların qarşısında indiyə qədər ki biz bir məmləkət olaraq İran xalqı deyir, dünyaya bütün bu quruluşların yanında, hərəsi öz ideologiyasına söykənən quruluşların yanında ən əsl, orijinal ideologiya təqdim edirdik, dünyaya fəryad edirdik ki, ən güclü, hər tərəfli, fiziki və metafiziki baxımdan, hər baxımdan ən güclü ideologiya biz İranın təqdim etdiyi ideologiyadır. Bu ideologiyada əsaslanırdı imam, yəni ilahi cəmiyyət və hökumət, qurulacaq hökumətə tərəf aparan imam və ümmət münasibəti. Birinci İranın bugün xalqının küçələrdə olması bizə onu göstərir. İmamın fiziki baxımından sağ olan dönəmində də İmam Xameneyi bir dənə demir də xalqa ki, çıxın küçələrə. Deyirdi ki, mən bilirəm ki, xalq sabah çıxacaq inqilabının dönümündə. Milyonlar, bu il də oldu da, bu il düşmənləri daha çox məyus elədi. 22 Bəhmən məsələsində, inqilabın 47-ci il dönümündə 35 milyon ən azı adam çıxdı. İmam fiziki baxımdan sağ olanda da imamına itaat eləyirdi. Bu həqiqi İslam modelini göstərirdi dünyaya. İmam fiziki baxımından yoxdur, şəhid olub. Yenə İran xalqı imamının çağırışına ləbbeyk demək üçün milyonlarla küçələrdədir. Bu bir effektidir, göstərdi daxili cəbhə necə güclü dayanıb, əlhəmdülillah. İkinci effekti nədir? Qarşı tərəfi daha çox əsəbləşdirmək, məyus eləmək effekti qoydu. Niyə? İndiyə qədər biz danışırdıq da podkastlarda müxtəlif prosesləri təhlil edirdik. Nə deyirdik? İndiyə qədər müxtəlif variantlar və versiyaları sınadı qarşı tərəf. Daxildə fitnə eləmək üçün. Müxtəlif versiyaları sınadı. Ən belə aşağı müddət gəl 12 günlükdən bu tərəfə baxaq. 47 il daha bu fitnələr var, amma ən belə qabarıq 12 gündən bu tərəfə baxaq. 12 gündəki hədəflərin demişik də, biz danışırdıq, təhlil edirdik səndən də. Deyirdik ki, 6-7 hədəf var idi. Əsas hədəf xalqı küçələrə tökmək idi. Və xalqla nizamın, hökumətin arasında, məxsusən də rəhbərliyin arasında fasilə yaratmaq idi. Düşdü suya. Xalq əksinə onların əlindəki kartı oxudu, möhürlərini yandırdılar vaxtından tez. Xalq əksinə şillə vurdu onlara. Rəhbərin arxasında dayandı və nizamın arxasında dayandı. Gördülər, bu variantla olmadı. Son bir-iki ay bundan öncəki terror hadisələrində ayrı variantlarla girdilər. Qorxutma, filan, terror, etirazları ixtişaşlara çevirdilər. Ki, bu daha yaxşıdır da gənclərin damarına. Xalq yenə də bunların əlini oxudu. Yenə də nizamın arxasında dayandı. Gördülər, xeyr, bunlar rəhbəri ilə bunların arasında. Bu hadisədən sonra elə bil az qalmışdı, bir ay qalmışdı inqilabın il dönümünə. 22 Bəhməndən öncə 22 D ayı var da bunlarda. 22 D ayını elədilər inqilab il dönümü kimi. 25 milyon onda çıxdı. Sonra gördülər ki, yox. Bundan sonra rəhbər çıxdı, çətin iqtisadi vəziyyətə rəğmən yenə xalqa bir dənə işarə verdi. 25 milyon çıxmışdı, 35 milyon çıxdı. Aha, gördülər, yox. Yeganə çarə bunların rəhbərinə sui-qəsd eləməkdir ki, hesablamalarında yenə axmaqlığa yol verdilər. Belə fikirləşdilər ki, bu qədər ki biz fitnə edirik, bunlar rəhbərin arxasında dayanır, nizamın arxasında dayanır. Deməli, bunlar rəhbərə çox bağlıdır. Dünyəvi baxışdır. Dünyəvi, əhsən. Əvvəldə ona görə qeyd elədim ki, bunlar maddi ideologiyalar əsasında qurulan ideologiya modellərinin qarşısında İran xalqı mənəvi ideologiya modelini isbat elədi daxili cəbhədə. Bunlar bunu hesabladı ki, aha, bunlarda necədir? Məsələn, hansı ölkənin istəyir belə hegemon olsun, rəhbərini terror elə, batdı da ölkə. Xalq əl-ayağa düşəcək. Bunlar öz baxışı ilə, öz sən demişkən, öz ideologiyalarını hesabladı ki, deməli, bunlar yığılıblar rəhbərin başına, bu ağsaqqal kimidir, müdrik atadır.
Bu nə deyir, onu eləyirlər də qardaşlar. Neynəmişi alınmır. Aha, çarə budur. Bunları rəhbərindən ki ayıra bilmədik. Rəhbəri ortadan götürsək, fiziki sən dediyin kimi, fiziki baxış. Ortadan götürsək, bunlar böyük bir zərbə alacaqlar. Psixoloji biz indiyə qədər propagandalar edirdik, medialara milyardlar xərcləyirdik. Eləyə bilməmişdik ki, bunları çökürdü. Bu xalqı bundan çökürdə bilərik. Psixoloji ən böyük zərbə dəyəcək. İndi təsəvvürlə də Allah indi ömür versin valideynlərimizə, insanın atası evdə dünyasını dəyişəndir. Adi dünyasını dəyişəndir. Neçə gün özünə gələnmirsən, şokda olursun. Bunu hesabladılar. Amma dediyim modeli İran xalqı indi necə göstərir? İran xalqı çıxır küçələrə. Necə ki, rəhbər fiziki baxımdan sağ olanda nə deyirdilər? Canəm fədai rəhbər. Qanımız rəhbərə fəda. Canımız rəhbərə fəda. Fərq eləməyib. Həmin şey deyirlər. Bu düşməni psixoloji baxımdan dəlillədir. Bunun nəticəsi idi ki, Trump'ın görüntülərini də əzizlərimiz də yəqin gördü, sən də gördün, hamımız gördük. Onu Bulaq TV-də biz yayımladıq onun. Əhsən. Mən özüm də baxdım Bulaq TV-də, bir dəqiqəlik səhv eləmirəmsə. Nə gündədir? Konkret, yəni bu adam nə qədər də psixoloji zərbə alsa, həmişə meymunbaz kimi, qumarbaz kimi özünü çıxardırdı, belə oynayırdı filan. Eləyə bilmədi örtbasdır eləsin medialar qarşısında. Nədir bu? İmamla ümmətin mənəvi gücünün və əlaqəsinin ən mükəmməl modelinin İran xalqı tərəfindən təqdim olunması onun ruhuna çox mənfi təsir qoyub. Bugün indi özündə davam eləyərsən, mən istəyirəm ki, bu daxili cəbhəni mən danışdım. Xarici cəbhədə vəziyyət necədir, ona sən toxunasan ki, bugün xarici cəbhədə görsədirlər bizə ki, Amerikalı ekspertlər, yüksək rütbəli generalları filan, hamısı bir şey fəryad edirlər. İran yeni Qərbi Asiya yaratdı. Və Amerikanın bundan sonra hegemoniyasına heç kəs inanmayacaq ki, indi xarici cəbhəni mən səndən xahiş eləyərdim ki, sən bir dənə ona toxunasan. Xarici cəbhədən söhbət edəndə, baxın, bir qarşı tərəfin hansı planları olduğuna baxmaq lazımdır. İki, biz həmişə də deyirdik ki, İran rəsmiləri deyirlər ki, biz bu müharibə üçün hazırıq. Biz bu savaş üçün hazırıq və xatırlasan deyirdik ki, 40 ildir bunlar bu müharibə üçün hazırlaşırlar. Necə hazırlaşırlar? Hal-hazırda o hazırlaşmanın hansı hissəsindəyik? Baxın, bir şey açıq-aşağı demək lazımdır ki, İranı amansız şəkildə zərbələrlə vururlar. Dünən axşam da hətta Tehran aeroportunun kənarında yanacaq anbarlarını vurublar və deyilənlərə ki, oradan kimyəvi maddələr yayılıb və ətraf məhəllələrdə və ətraf bölgələrdə yaşayan o dinc əhaliyə də ziyan olub. Yəni, bu qədər bunlar amansızcasına, vəhşicəsinə bunlar düşmənçini edirlər. Birinci gündən hansı ki, o qız məktəbində olan o hadisədən, yəni bilinir ki, bunlar heç bir qırmızı xətt tanımırlar, bunların heç bir insanlıq, bunların heç bir vicdanları və şərəfləri yoxdur və amansızcasına. Amma həmişə müdafiə iki hissədir. Müdafiənin biri var ki, bəli, havada müdafiə sistemləri olsun, insan özündən ya ölkə, ya dövlət özündən müdafiə edə bilsin. Biri də var çəkindirici qüvvə, yəni qarşı tərəf hesablayır. Mən İrana bu müəyyən zərbəni endirsəm, İran hansı cavabı verəcək? O İranın verəcəyi cavab nə qədər güclü olsa, o qədər o ən güclü müdafiə sayılır. Və təbii ki, yəni bilirik ki, İranın havada müdafiə sistemləri 12 günlük müharibədən tam fərqli olaraq bu dəfə çox gözəl fəaliyyət edirlər və 50-dən çox 100-ə yaxın çox dronlar vurub, sadə dronlar deyil, hamısı 10 milyon dollarlıq, 20 milyon, 30 milyon dollarlıq dronlardır ki, radarlara düşmürlər, ən yüksək texnologiyadan faydalanırlar və düşmənin hava üstünlüyünün demək olar ki, mühüm rolunu daşıyan silahlarıdırlar.
və hətta hamısını da zərərsizləşdirmirlər. Yəni hamısını da məhv etmirlər. İranın o qarşı tərəfin öz etirafına görə, yəni elektron müharibə ilə onları ələ keçirib, dronları sağlam otuzdururlar. Və çox bu hadisədə baş verib. Bir F-18 təyyarəsini ki, onlar o Abraham Lincolnda və Gerald Fordda o əsasən F-18-lərdə istifadə edirlər. Bəsrədə, yəni İraqın cənubunda hədəf alındı və pilotun taleyindən hələ də heç bir dəqiq məlumat yoxdur. Qəbilələr onu axtar. Bəli. İraqın qəbilələri. Tam elədir. Və Kuveytdə də bu dəqiqə kimi 5-dən çox F-15 zərbə alıb və dediklərinə görə 8 qırıcını bu dəqiqə ki biz söhbət edirik, sıradan çıxarılıb. Bunlar görünüşdür. Yəni bunlar qısa əməliyyatlar, bunlar müvəqqəti və saatda olan bir nailiyyətlərdir. Amma ümumi müharibənin strategiyasına baxanda İran və ya İranın cəbhəsi, çünki bilir ki, İraq bu müharibəyə açıq şəkildə qoşulub, Livan haqsevərləri, indi o istifadə etmir adını platformaya görə, tam şəkildə bu müharibəyə qoşulublar və Yəmən də hər gün öz hazırlığını bildirməkdədir. Ona görə də yəni İran cəbhəsi nədir? Baxın, 2 mərhələli ssenaryodur. Və hal-hazırda birinci ssenaryonun son anlarını, son saatlarını, son 1-2 günlük yaşayırıq. Nədir birinci mərhələ? Baxın, Fars körfəzinin cənubunda yerləşən ərəb ölkələri, İraqda, Suriyada, Yordaniyada, İsrailin özündə, Kiprdə və hava müdafiə sistemləri, çox yüksək texnologiyadan malik olan radarlar ki, hədəfləri görə bilirlər, aşkar edə bilirlər və saysız hesabsız şəkildə bu illərdə hamısı yerləşdirilib. İran hal-hazırda çox saylı PUA və raket hücumları ilə onları sıradan çıxarmağa çalışır. Yəni, baxın, bir hədəfə doğru 30-40 PUA gedir və o havada müdafiə sistemi başlayır onları zərərsizləşdirmək istəyəndə o 1 ya 2 PUA ya raket lazımdır, gəlir o hədəfə dəyir və onu sıradan çıxarır. Çoxulu da sıradan çıxartdılar. Çoxunu sıradan çıxardılar. Mən dünən baxadım, Scott Reuters, yəni CIA-in keçmiş məmurlarındandır. Bir məzuniyyətə çıxmış polkovniklə, Amerikanlı ilə söhbət edirdilər. Deyir ki, ən önəmlisi THAAD sistemi, hava müdafiə sisteminin radarlarıdır. Deyir, mən bilmirəm neçəsini Orta Şərqə ya Qərbi Asiyaya göndəriblər. Çünki bu ən yüksək gizli dosyalardan biridir və təbii ki, biz bilmirik. Yəni, çox məhdud insanlar var ki, bilirlər ki, nə qədər Amerika aparıb. Deyir, amma bilirəm ki, çox yoxumuzdur bundan. Yəni, o qədər deyil ki, biz çox sayda onu Orta Şərqə ya Qərbi Asiyaya aparmış olaq. Az sayda varımızdır və deyir ki, təsdiqlərinə görə İran 7-sini sıradan çıxarıb. Bəli. Hələ 7 THAAD radarlarını sıradan çıxarıb. Təkcə 2 milyard dollarlıq, 2 dənə milyard dollarlıq radarlar ki, 5000 kilometr radiusunda 360 dərəcə. Yəni, o radarın 360 dərəcə, 5000 kilometrində ballistik raket olsun, qırıcı olsun, hər hansı bir silah hərəkətə keçəndə bunlar onu aşkarlada bilirdilər. Ona görə idi ki, biz 13 günlük müharibədə gördük ki, İranda raket hələ yerindən qalxmamış, orada o həyəcan sirenləri işə keçirdi və onlar sığınacaqlara gedirdilər. 9 mərtəbəli bina hündürlüyündə radar idi, 2 dənə milyard dollarlıq radarlardı, sıradan çıxarılır. Biri Bəhreyndə, biri Qətərdə. 7 radar THAAD sistemindən sıradan çıxarılıb. Hal-hazırda həyəcan sirenləri işğal olunmuş torpaqlarda 1-2 dəqiqə enib. 10-15 dəqiqə öncədən bilirlər ki, İran hücum edir. İndi 1-2 dəqiqə düşür. İsrail mətbuatı özü düz deyirsən, bunu təsdiq elədi. Bəli. Və ondan əlavə də bunların 12 günlük müharibədə də, Ukrayna müharibədə də havada müdafiə sistemləri, əsasən də Patriot sistemləri ehtiyatı azalmışdı və İranın birinci mərhələsi onları tam sıradan çıxarmaqdır ki, çox böyük bir həcmdə bu işi bacara bilib. 6-cı gün müharibədə 3 raket vurulur, 3-ü də dəyir, həyəcan sirenləri işə düşmür, dəmir qübbə heç istifadəyə qədər getmir. Niyə? 4-cü nəsil raketlər istifadə olunur və onlar artıq bu hədəfi görəndə o qədər gec idi ki, bunlar hərəkətə keçərkən artıq o hədəflərə dəyir. 7-ci gün tam əksi. Gəlir yenə çox sayda raket vurur və bilirsiniz, Aro 3-dür, THAAD-dır. Bunlar gərək ballistik raketin qarşısını alsın, dəmir qübbədən istifadə edir.
effekti yoxdur, amma Yəni- məcburdur istifadə Yəni edir. vəziyyət çox xarabdır. Bəli, dəmir qübbə aşağıda gələn raketlər üçün və ya PUA hücumları üçün istifadə olunur, amma artıq dəmir qübbədən də istifadə. O bilinir ki, yəni sondur. Və bu birinci mərhələdir ki, onların havadan müdafiə sistemlərini, onların qorunmalarını gərək Kör eləsin də. kör eləsin və sıradan çıxartsın. Bəli. Baxın, Patriotun birinci nəsil, ikinci nəsil raketlərinə keçiblər. Hansı ki, müqavilələrində onun- ərəblərlə 4-cü və 3-cü nəsil satıblar. Bəli. 1 və 2-ci nəsillər. Yəni qutarıb. Gəmilərində ki, o nəhəng gəmilərini qorumaq üçün olan o igiz sistemlərini gətirib quruda istifadə edirlər. Yəni o qədər bunların havada müdafiə raketləri və qorunma silahları tükənmək üzrədir. Çox üzr istəyirəm, sözü kəsdim. Buyur. Yadıma bir şey düşdü, qoy onu deyib davam Bəli. elə. Belə sənin danışığından belə başa düşülür və reallıq da budur, ha, yəni reallıqdır. İran yəni bunları onlar 48 saata da hesablamışdılar ki, məsələ həll olacaq. İndi 8-ci gündür idi. İran bunları 8 günə sözün sən dediklərin mən gülməli gəlir. Daş dövrünə qaytarıbdı. Tamamilə elədir, bəli. Yəni müasirdən keçiblər o Bəli, bəli. daş atma dövrünə. Və onu da demək istəyirəm. Çox şiddətli hücumlar edirlər. Bəli. Baxın, neftin qiyməti 94 dollarda bağlandı. Birinci gün hansı qiymətlə başlayacaq? Hələ onlarda O- tətildir axı. Bəli, bilinmir. Çünki bu 2 günü dünya bazarı bağlıdır və neftin qiyməti çıxmayacaq üzrə. Bəli, artıq birinci mərhələ bitəndən sonra ikinci mərhələ başlamalıdır. İkinci mərhələdə nə olacaq? Tam bir rahat və müdafiəsiz bir ərazidir ki, onları işğal olunmuş torpaqlarını elə bir vəziyyətə salacaqlar ki, o qondarma tarixlərində belə bir şey görməyiblər. Bu dəqiqə mən gördüm ki, bizim Azərbaycanlı, amma müxalifətçi orqanlardan olan bir neçə ekspert deyirlər ki, biz İsrailin daxilindəki zabitlərlə, Amerikanın daxilindəki zabitlərlə danışırıq. İsrailin 1/3 yoxdur. Həqiqətən yoxdur. Bu dəqiqə deyir ki, İsrailin 1/3 yoxdur. Balaca bir məkandır. Bu da maşallah vuranda 700 kiloluqdan aşağı başlıqlarla vurmur. Yəni, ən azı 700 kilodan başlayır. Dünən idisə ton yarımlıq sən dedin o. Bəli, Xürrəmşəhr Xürrəmşəhəri dördü. 1 ton yarımlıq, yəni heç biri sığınacaq, heç bir bunker bunun qarşısında dözə Yox, bilməz. mümkün deyil. Mümkün deyil. Və bəli, ikinci mərhələyə daxil olanda artıq Livandan, İraqdan, İrandan, hətta Yəmən də işə keçəcək. Yəmən dayanıb ki, o ikinci mərhələdə Yəmən kartı açılsın. Bəli. Çox sayda pualar, kruz raketlər, ballistik raketlər vuracaqlar o və oranı darmadağın etməyə. Bəli. Artıq onlar nədən qorxurlar? Bir, dəyəcək, hava müdafiə sistemləri ola qarşısını ala bilmirlərsə, o hava sistemləri sıradan çıxandan sonra necə qarşısını alacaqlar? Bəli. İki, bütün güclərini, qırıcılarını, samolyotlarını, təyyarələrini, AVAX təyyarələrini, hətta istifadə etməlidirlər ki, o balaca ərazini qorusunlar və artıq İrana da indiki kimi zərbə endirə bilməyəcəklər. Görürsən bu 1-2 gün dünəndən axşamdan çox azalıb zərbələr. Çünki bütün diqqətləri o olub ki, İranın o Bəli. hədə zərbələrini indi zəiflədə bilsinlər. Zəiflənə. Bir ora yönəliblər, bəli Bəli. düz. Və Donald, bir bunu da deyim və inşallah ki, istəyirəm ki, sözü sənə verim. Donald Trump... Amma sənin söhbətin daha maraqlı gəlir mənə. Hə, Mən istəyirəm o mərhələ sayırsan, mən İkinci mərhələni ilə inşallah belə də olacaq və çox xoş. qarşısını almaq Çox istəyirlər. qəşəng, hə. Qarşısını almaq istəyirlər, nəyin bahasına olur olsun. Bəli. Baxın, Donald Trump döndü 2 dənə yazı yazdı. Bir dedi ki, heç bir atəşkəs olmayacaq, məgər İranlıların qeydsiz, şərtsiz təslimini. Neftin qiyməti qalxdı. İran ağır zərbəsi dəydi, Bəhreyni vurdu, İsraili yenə vurdu. Bəli. Sonra dedi ki, bəli, əgər İranlılar danışıqlara davam etməyə razılaşsalar, biz atəşkəsə razıyıq. Bəli, bəli. Artıq açıq-aşkar atəşkəsdən danışırlar və Bəli. bilirlər ki, İranda kimsə bu gün atəşkəs sözünü işlətsə, onu xain kimi həbs edəcək. Bəli, diplomatların özündən belə. Cəmaət bu dəqiqə çöllərdədir ki, ağzınızı açıb heç prezident qarşıq. Bəli. Xaindir əgər kimsə desə ki, atəşkəs. Və ona görə düşmən də bunu bilir və düşmən bunun qarşısına nəyə hazırlaşır? İstərdim ki, onu deyəsən ki, ikinci mərhələnin başlamasının qarşısını nə ilə almağa çalışırlar? Mən həqiqətən məndən olsa danışmazdım, sən bu sözün var idi, bu iki mərhələyə bölmək. Yəni əyani göstərir ha, sözün həqiqi mənasında. Çünki sənin sözün bu neçə gündür görürük də indi televiziyada falan. Generalların, İranlı silahlı qüvvələrinin, rəsmilərinin danışıqları ilə çox üst-üstə düşdü. Çünki mən də baxırdım ki, hiss elədiyim budur.
Ən azı bilirdim ki, bu birinci mərhələ. Əvvəl başlayanda bunlar dedim, görürsən hansı strateji ilə başlayacaqlar. Sən dediyin o 5000 kilometrlik radarı vurandan sonra dedim, yavaş-yavaş strategiya məlum olur. Əvvəl, belə deyək də, döyüşdə ən mühüm amillərdən, faktorlardan biri budur ki, az xərclə çox zərbə vur. Bəli. Bunlar elə başladı. O gözü kör eləmək mərhələsi və ikinci mərhələ, biz indi iki mərhələnin demək olar arasındayıq da. Sən ki deyirsən, oradayıq. İkinci mərhələ ki, sən deyirsən, bu müdafiəsiz qalandan sonra ki, vəziyyət vaveyladır, məxsusən siyonist rejim üçün, həqiqətən. Diplomatik arenada da görürük ki, bu görünür. Ki, məsələn, cənab Əraqçının çıxışı, mən bu Əraqçının bəzi söhbətləri oldu, biraz zəif görsədən söhbətlər oldu. Mənim həqiqətən xoşuma gəlmədi. Sonra gördüm ki, yox. Müsahibələri filan keçiddi, gördük ki, yox. Hələ ki, meydan və diplomatiya bərabərliyi var. Bu ki, bunlar dəridən qabıqdan çıxır. İkinci mərhələyə keçməsin, qayıdır hara? Əvvəldə sən dedin, vəziyyət nə yerdədir? Bizim istəyirik ki, görək də vəziyyət nə yerdədir? Mən də dedim ki, daxili cəbhədə xalq modeli görsətdi dünyaya. Sərdar Musəvinin sözünü qoyun. Daxili cəbhə xalqındır, xarici bizimdir. Qulaq asılan. İndi sən xarici cəbhəni qəşəng iki mərhələdən danışdın. Və mən istəyirəm onu tamamlayam ki, ikinci mərhələni niyə bunlar bu qədər istəmir ki, baş versin? Və nədir? Bizə əyani sübut nədir? İkinci mərhələdə necə daxili cəbhədə qələbə çalmışıq və qələbə çala-çala gedirik, əlhəmdülillah. Xarici cəbhədə də qələbələrimiz görünür. Nədən görünür? Və nədən, niyə görə bu qələbə, nələr bizə bu qələbəni göstərir və bunlar ikinci mərhələyə keçməyə istəmirlər? Bax, əyani bir neçə şey sayaq, bəs eləyər bu bizə. Heç təhlilə ehtiyac yoxdur. Trump ümidi nəyə qalıb? Bax, Trumpın 3 dənə, birinci gəlb Trumpdan 3 dənə fakt gətirək ki, birini sən gətdin 4 dənə, 3 dənə. Trump fikir verdinsə bir sırağa gün ya 2-3 gün bundan qabaq idi. Vəziyyət nə yerdəydisə, döyüşün 5-ci 6-cı günü. Trump nə dedi? Bu belə də heç kəs özünün 5-ci kolonunu, sütununu yandırmaz qarşı cəbhədəki möhürlərini belə tez dağıtlayıb, bu qədər də yox. Trump çıxdı dedi ki, əgər biz İranda məğlub olsaq, belə dedi əgər İranda məğlub olsaq, İranda bizə bağlı qüvvələr var. Biz hey danışırdıq, qərb milli. Onların bütün bizi ilə nə əlaqələri var açıb tökəcəyik və onların Avropada və Amerikada olan qohum əqrəbəsi balalarını, pullarını alıb çıxardacaq. Əcəb. Qorxu metodikası təhdid elədi. Bu bizə nəyi göstərir? Bizə onu göstərir ki, xarici cəbhədə də, sən dediyin kimi, ikinci mərhələ ilə keçid ərəfəsindəyik və ağır elə zərbələr bunlara dəyir ki, Əlindən gələnləri edirlər ki, qarşısını alsınlar. bəli, boğulan saman çöpünə yapışır. Həmin misalı görsətdi. Bəli. Bu bir. Trumpın ikinci faktor belə götürək ki, bizə göstərir. Trump Zelenskidən kömək istədi. Biabırçılıq. Yəni, hansı Zelenski, belə deyək də, az qalırdı ki, bir dənə onu eləmədi ki, gətirsin Zelenskini gətirdi Ağ evə. Qoladı. Dal qapıdan saldı, oradan saldı, buradan saldı, qoladı. Bir də o qalmışdı ki, şapalaq vurmasın Zelenskiyə də. Bir dənə onu vurmadı. Protokollar güya riayət elədi. Həmin Zelenskidən kömək istəyir. Yəni, raket əleyhinə, nə bilim, qurğu falan. O sən dedin, gözlərini çıxardı. Həmin ona görə. Üçüncü, Trump nə günə qalıb ki? Trump Kürdistan iqlimi olan orada bəzi terrorlar vardı. Onlardan kömək istəyir. Qruplaşmalar var, komünlə falan. Birləşin, darıxmayın, narahat olmayın. Dünən axşam mən baxırdım, bəzi yerlərdən bəzi məlumatlara baxırdım. Trump bunları qızışdırır, ya şövqə gətirir falan ki, gürün, qorxmayın qərbdən İrana. Komandoların zahirən dünən axşam qaldırıblar yenə Deltadan sağ qalanlardan ki, dəstəkləyirik sizi.
Bunlar Trumpın üzünə qayıdır o ərəb ölkələr kimi. Deyirlər, hara dəstəkləyirsən? Qardaş, sən 12 günlükdə bizi qızışdırdın ki, narahat olmayın, günün ortaya falan. Əksinə çevrildi. Terror hadisələri oldu bu 2 gün, 1 ay bundan qabaq. Əksinə çevrildi. İndi sən necə məni dəstəkləyirsən ki, ərəb ölkələrində sənin ən gizlin CIA-in 6 nəfər yüksək rütbəli generalının ən gizlin oteldə, ən gizlin toplantısını bunlar vurdu. Sən ən gizlin kəşfiyyat orqanları vurur, sən gözlərini vurub çıxardır, sən nə bilim yanacaq məxzənləri o nə deyirlər ona ehtiyat yerləri hamısını vurub bütün 13 dənə sənin bazon yerlə yeksandır, asfaltdır. Kürdistan da çox pis vurur. Kürdistan elə indi o kürdlər onu deyir, o terrorçular. Deyir, yaxşı o tərəflərdə vurur. Mənim qulağımın dibində sənin əskərlərin o böyüklərdən, əzizlərdən biri Kərbəlaydı deyirlər. Nə gündəsənsə sənin əskərlərin mən kürd görürəm ki, Süleymaniyədə, Ərbildə sənin əskərlərin kürd şalvarları geyinib qorxusundan otellərə qaçırlar ki, güya bunlar da İraqın kürdləridir. Bunlar belə cavab qaytardı Trumpa. Ki, sən mənə hara yollayırsan ət maşınla İranın üstünə? Bir bu onu göstərir. Bu 3 dənə şeyi göstərir ki, vəziyyət nə yerdədir o tərəfdə. Son kartlarını xərclənmək istəyirlər. Xərcləyə gedirlər. Nəsə nailiyyət əldə etmək üçün yox, öz abırlarını qoyurlar. Özlərin xilas. Və fikir vermirsən, mən bir neçə misalı əvvəllər vurmuşam. Qardaşım, o boğulan saman çöpündən deyir ya. Bir misalda var, fikir vermirsən, bir nəfər üzməyi bacarmır, boğulur. Bir nəfər üzməyi bacaran gəlib üzməyi profesional üzgüçü gəlib onu xilas edəndə öz həyatını xilas eləmək üçün o profesionalı elə boğur ki, bunu xilas edəni. Bəli. O profesional belə boğulur aşağıda. Bunu atır o yana deyir, öz həyatımı xilas edeyim də axırda. İndi həmin məsələ. Bu şeylər onu göstərir ki, qarşı tərəf nə gündədir xarici cəbhədə. Gözəl dedin. Biri də haradır? Azərbaycanda Naxçıvan məsələsi. Vəziyyət nə yerə qalıb ki? Artıq indi Azərbaycanda bəzi həbslər başlayıb biz eşitdiyimizə görə. Niyə görə? Bəzi həbslər ona görədir ki, kimlərsə indi gəlib bilmədən çəkiblər ki, kimisə videosuna düşüb filan ki, məlum olub ki, bəzi xəbərlərə görə ki, İrandan deyil, Azərbaycan daxil edir. Burada bir qeyd əlavə edeyim, icazə versən, sözü kəsməsəm. Tutaq ki, İrandandır. İrandan gəlib. İran hal-hazırda regional bir müharibədir də, düzdür. 44 günlük müharibədə bizim raketimiz İran kəndinə dəydi. Orada bir yaşlı qadınla kişi dünyasını dəyişdi. Xatırlayırsan onu? Bəli. Neyi nədir İran? Dedi, müharibədir. Qarşı tərəf Azərbaycanı başa düşdü. Bəli. Nə qədər oldu ki, Azərbaycandan pualar səhvən Ermənistana gedəndə gəldi İran ərazisində. Bunu nəsə səhv düşüb, gəlib düşürdü. Necə oldu indi? Tutaq ki, İrandan gəlib. Nə oldu bir dənə bir pua dəyən kimi, hələ o pua çatmamış. Artıq hamı başladı ki, biz İrandan körluq belə. Dünən danışmışam, buna amma yəni ürəyim doludur. Yəni çox düzgün deyirsən, ha? Yəni bilirsən biz səmimi söhbət eləyirik də qardaşım. Yəni biz xalqımızla belə deyək də burada deyirlər dərdi dil. Dərdimizi, ürək sözlərimizi bölüşürük. Həqiqətən mən elə bu hadisənin bir Naxçıvan məsələsi çıxanda birinci günündə bir çıxış qoydum. Dedim, tutaq ki, lap İrandan gəlib. Qardaşım, qəşəng bir faktlar dedin. Heç mən bu faktların bəzilərini orada demədim. Dedim, hətta bu regional müharibə eləyir. Səndən də təhlükə görür. Bunun əlində koordinatlar var, filan var. Bu neçə dəfədə Azərbaycan tərəfə 12 günlük, ondan sonra, ondan öncə, indi deyirlər. Onlar deyir ki, ya səhv gəlib, bizim xəbərimiz olmayıb, ya bizdən olmayıb. İran deyir, yaxşı. Sən demiş, Ərdəbilə düşən o bizdən gələn raket. Ben kəndə düşdü, yaşlı qadınla İkincisi, mən sənə bir fakt da deyim, qəşəng söhbəti açdın elə, yaxşı dedin. Ermənilərlə 44 günlük müharibədə, desən Rusun İskəndəri gəlib düşmüşdü də, biri Gəncəyə düşdü, biri Xırdalana düşdü, biri qeyri-fəal idi də, aktiv olmadı. Sadəcə yüngülvari bir etiraz bildirildi. Qorxudan çox güclü etiraz gedilmə. Bu etiraz, bu bəzi təhqir edici sözlər işlədilmədi Putinə. Niyə? Səbəb nədir? Uşaq da şəhid oldu hətta. Hə. Niyə işlədilmədi? Bu pualar ki, tutaq ki, sən demiş, İrandan məsələn gəlib. Kiməsə nəsə olmayıb ki? Heç nə olmayıb ki? Niyə Putinə bu sərtlikdə mövqe bildirilmədi Azərbaycan hakimiyyət dairələrindən? Mən deyim də niyə? Bilirlər də İran Azərbaycanı özünkü bilir. Rusiya Azərbaycanı özünkü bilmir.
Rusiya uzağı MDB kimi baxır Azərbaycana. Müstəməndən ayrılıb, amma fürsət olsaydı yenidən qaytarardım da bu 10-15 dənə SNG ölkələrini. Ukrayna rəhm eləməyən Azərbaycanda rəhm eləməz. Ukrayna ki, əslində öz belə deyirlər, öz həm dili, qanıdır. Buna rəhm eləməyib Azər. Aha. Bu bir. Pəs biz xarici cəbhədə onların vəziyyətinin ağırlığından doğan məcburi atdığı addımları deyirik. Xalq da bunu başa düşür. Yəni bu Düşür artıq. Yəni olmadı, alınmadı onlar. Alınmadı. Biabır olan kim oldu? Təhqir edici, diplomatiyaya yaraşmayan çıxışlar edənlər. Bunlar oldu. İndi Pezeşkan onun üstündən çıxıb utanmadan, Pezeşkan çıxıb dünən ya bugün idi. Çıxıb qonşu ölkələrdən üzrxahlıq eləyib. Bunu götürüblər İngilis dilində, Azərbaycan dilində, ərəb dilində. Bilirsən, bu da onların meydanda uduzluğunu göstərir. Ki gör nəyə möhtacdılar. Pezeşkan bir dənə çıxış eləyib ki, üzrxahlıq edib də. Deyir, bağışlama vuracam. Bağışla da, qardaşım, bağışla. Çox gözəl zəiflikdir. Bağışlama vuracam. Yox, o nə deyir ki? O, mən, bayaq da sən də o misal vurdun mu? Bir dostumun məsələn filan yerində filan bir təhlükə görürəm. Məcburam ki, onu məsələn çıxma ilə, ya nə ilənsə vuram da. Vuram. Dostuma deyirəm ki, bağışla da, indi sənə belə cəsarət eləm. İndi Pezeşkan neçə gündür deyir, əslən silahlı qüvvələr də deyir, Qalibaf da deyir, bütün yuxarıdan aşağı İranda hamı neçə gündür deyir ki, qonşularla biz əvvəl necə mövqeyidəydik. Qardaşıq, bir-birimizlə dostluq, inşallah bu qutarsın, yenidən qaydarıq qardaşlıq münasibətlərinə. Amma, bağışlayın da, silahlı qüvvələr də gördü ki, Pezeşkanın çıxışı səhv başa düşüldü. Çıxdı bu günləri Xatamül Ənbiya mərkəzi qərargah, döyüş mərkəzidir, o idarə edir. Çıxdı dedi ki, Pezeşkanın sözünə düzəliş veririk, yəni səhv başa düşülüb də, sözlərindən belə çıxdı. Pezeşkan ki, deyir, üzr istəyirik, bundan sonra sizin əraziyə vurmayacaq. İndi bəzi səhv söz də çıxartdı da, orada sonunda Pezeşkan öz ağzından. Amma Xatamül Ənbiya dedi ki, düzəltdi tez. Dedi ki, indiyəcən məgər kiminsə torpağına biz işğal eləmişdik ki, nəsə vurmamışdıq ki. Biz ancaq Amerikanlıları hədəf alırıq. Əhsən. Alırdıq, bundan sonra da qardaş davam eləyəcək. Kiminsə məsələ nədir? Ərəbistandır, qardaş. Ərəbistan neçə gündür bəyanat verir ki, İran mənim torpağımı vurmur. Hansı ki, İran onun torpağında Amerikan bazaların alova bürüyüb. Yəni, xalqı da qorxur yeri gələndə. Amma Ərəbistan deyir ki, yox da, məni vurmur da, qardaş. Əl çəkin, fitnə salmayın. Hə, xarici cəbhədə çarəsizliklərinin biri də fitnə salmaq istəmələridir ki, Azərbaycanımızı istədilər açsınlar. O da xalqımız getməməlidir bu da. Və getməyəcək də inşallah. İnşallah ki, biz ümid edirik ki, getməyəcək də. Və üçüncü, sonuncu da deyim ki, bunların xarici cəbhədə məğlubiyyətlərini göstərən əsas faktor dünən İranın kəşfiyyat orqanları İttilaat bəyaniyyə yaydı və bu günəcən də xəbərdarlıq edirlər bütün dünyaya. Qardaş, İranda bir sizə mərhum İmam Xomeyni Fələstin günü, Qüds günü qoyub, Ramazanın axırıncı cüməsi. İran kəşfiyyat orqanları dedi ki, əlimizdə olan məlumatlara görə son Qüds günü ki, cümə, Ramazan son cüməsinə bunlar hazırlaşır. Murdar rejim Qüdsdən ətrafından Yəhudiləri köçürürlər. Hazırlaşırlar ki, cümə günü ora raket zərbələri indirsinlər. Atsınlar İran boyuna. Bəli. Çünki o Qüds günündə müsəlmanlar yığışır ora falan. Desinlər ki, İran vurub. Amma mən sənə deyim, İnşallah, əgər bu qələti eləmək istəsələr də ki, ola bilsin ki, heç fürsətləri olmasın inşallah. Çünki belə gedişlə ola bilsin ki, heç bir şey 3də 1 gedibsə, bilmirəm. Amma fürsət də, indi bilmirəm. İndi qalacaqlar, olmayacaqlar, bilmirəm. O rəhbər demişdi, deyirlər ki, İranı gərək 25 il sonraya başını qarışdıraq. Heç siz 25 il sonra görməyəcəksiniz ki, başınıza qarışdırasınız. İndi mən də o niyabət əz rəhbəri deyirlər. Rəhbərin sözünü təbəyyət eləyərək deyirəm ki, bilmirəm, görəsiniz. Görsüz birdən indi təsadüfən vursalar da oranı artıq daha böyük rüsvayçılıq olacaq onlar üçün. Bütün dünya bunu izləyəcək. Bütün müsəlman xalqları tam şəkildə bilirlər ki, nə hadisə baş verir, olayları tam düzgün şəkildə bilirlər. Bəli. Və inşallah ki, bu ayıqlıq davam edəcək və daha da çox böyüyəcək. İnşallah. Bir nümunə, mən dünənki söhbətdə də dedim, o Naxçıvan haqqında elə ətraflı söhbət etmişdim. Bir nümunə. Kiprə hücum oldu İngiltərənin bazasına. Bəli. Düzdür, Kipr dərhal qayıtdı. Nədir? Mən vurmayıblar ki, İngilisin bazasını vurublar.
Elə bir adam bu tərəfdən yandıran Bəli. da ki, bu boynunu alır da deyir. Və o heç. Onlar qatillər əvvəldə İran vurub. Sonra dedilər ki, Livandan vurulub. Livan cəbhəsi vurur. İngilis açıq-aşkar demədi. Sadəcə bir bəyaniyyə verdi. Biz bilirik ki, bu zərbə İran tərəfindən gəlməyib. Tamam. İngilis bunun oyununa getmirsə, ay müsəlman, sən niyə Sənə gedirsən? nə olub axı? Adam bundan heyflənir ki, İngilis bunlar... Özür istəyirəm, əzizləyicilər, oruz sənətləmək. Elə bunun da öz ləzzəti var, orucluqda elə bir. İngilis bu oyuna getmirsə, ay müsəlman, sən niyə aldanırsan? Yəni, hücum olub, Fuad dəyib, hələ dəyməmiş artıq çıxaq biz deyək ki, İran nankörlük etdi. Biraz senari bilindi. Çox tələsdilər, özlərini Bəli. tez yandırdılar. Yəni senari bilindi. Yəni bir-iki saat gözləyirdim, biraz ağır falan. Ondan sonra bəyanat versəydi, hə deyərdim ki, hə belə də. Yəni Bəli. bilindi ki, mən oynamıram demək istəyirsən də. Yəni mən uşaqlar deyir, bəzi cığal uşaqlar deyir. Oynamıram. Bilinir ki, gücün çatmadı da yəni. Bir məsələni də qeyd edim, çox önəmlidir. General Musəvinin o buyurduğundan qeyd gətirdim ki, demişdi, daxili cəbhəsizlik, xarici cəbhəsizlik. Ardında demişdi ki, yeni silahlarımız növbəti günlərdə üzə çıxacaq. O da o dediyimiz ikinci mərhələnin başlanğıcının açıq-aşkar göstərişidir. Və əzizləyicilərdən də xahiş edək ki, gözləsinlər və son günlərdə, növbəti günlərdə sevindirici və fərəhləndirici bu əzalı qəlblərimizi, yaralı qəlblərimizi sakinləşdirən xəbərlər inşallah çox olacaq. Bir qeydin varsa buyur, yoxdursa da sağ olaşaq. Elə yox, elə kifayət eləyər. Təşəkkürləm həm səndən, həm əzizləyicilərdən. Allah razı olsun. Əzizləyicilərimiz, bacardığımız qədər hər gün söhbət edirik, paylaşırıq və olayları öz bildiyimiz qədərilə sizinlə bölüşürük və inşallah ki, siz də paylaşmaqla dəstək olun və bu günlərdə ki, İslam tarixinin ən önəmli günlərindən biridir və tarix yazılır. Əlimizdən gələn edək, o da paylaşmaqdır, dəstək olmaqdır və ayıq olmaqdır. An-ba-an və son xəbərləri dəqiq izləmək üçün də Telegramda Bulaq xəbər kanalını izləməyi unutmayın. Sağ olun, Allah amanında. Növbəti dəfə görüşənədək. Allah amanında.